iqtisadiyyatımızı quranlar, sökənlər. Hörmətli rejissor, o şəkillər verib, onu da ver. Yəni kimlərin adı var, onu da ver. Dünəndən iqtisadiyyatımızın acınacaqlı vəziyyəti barədə açıqlanmış göstəricilər müzakirə olunur. Mən indi bu müzakirəyə qoşulmaq istəmirəm. Dəfələrlə bu barədə demişəm. Tənəzzüldəyik və vəziyyət get-gedə daha da pisləşəcək. O cümlədən ona görə iqtisadiyyatımızı inkişaf etdirəcək hökumət komandası yoxdur. Əkrəm Həsənov, hüquqşünas, deyir ki, ona görə iqtisadiyyatımızı inkişaf etdirəcək hökumət komandası yoxdur. Ayrı-ayrı vəzifəlilər var, hərəsi bir tərəfə çəkir və əksəriyyətinin heç səriştəsi də yoxdur. Qərara gəldim ki, onları xalqımıza tanıtdıran və anonimliyə son qoyum. Onu da qeyd edim ki, əksəriyyəti ilə şəxsən tanışam, bir neçəsi ilə birgə işləmişəm də. Yəni, nəyə qadir olduqlarını yaxşı bilirəm, buna görə də mövcud vəziyyətə təəccüblənmirəm və hər biri haqda gələcəkdə ayrıca yazacağam. İndi isə tanış olun. 1. Natiq Əmirov. Prezidentin iqtisadi, siyasət və sənaye məsələləri ilə köməkçisi 10-12 il əvvəl bir işçi qrupu tərkibində vaxtaşırı təmasda olmuşam. Sırf vergi işçisi məfşurəsinə malik orta səviyyəli məmurdur. Tərcümə halının ən müəmmalı faktı 10 il əvvəl sonradan icrasız qalmış iqtisadiyyatın inkişafı üzrə 12 strateji yol xəritəsinin müəllifi olmasıdır. 2. Xalid Əhədov. Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi 2 il ərzində onunla birgə Bank of Bakıda çalışmışam. Pərakəndə bankçılıq üzrə orta səviyyəli menecerdir. Müflisləşmiş ən böyük bankın bank standartının sonuncu rəhbəri və faktiki müflisləşmiş beynəlxalq bankın borclarını əcaib yollarla azaltmış rəhbəri olub. 3. Şahmar Mövsümov. Prezidentin iqtisadi məsələlər və innovativ inkişaf siyasəti üzrə köməkçisi 4 il ərzində onunla birgə Mərkəzi Bankda çalışmışam. Qəbz ayağı yaxşı nəzəri bilikləri var, amma onları yerli şəraitə uyğun hesab etmirdi. Neft fondunun rəhbəri olaraq Rusiya bankına yatırımlar edirdi. 4. Əli Əsədov. Baş nazir, şəxsən tanımıram, fəaliyyəti göz qabağındadır. Rübdə bir dəfə quru sərhədlərin bağlı olduğunu elan edir və 7 ildir ki, məmurların gəlir bəyannaməsi formasını təsdiq edə bilmir. 5. Mikayıl Cabbarov. İqtisadiyyat naziri, eyni vaxtda Bakı Dövlət Universitetində oxumuşu, ən savadlısı və bacarıqlısıdır. Amma fürsətçidir, palaza bürün, ellə sürün şüarı ilə yaşayır. Fərhad Əliyev komandasının yadigarı olsa da hamı yerli mal alsın, xeyir vətənə qalsın şüarını gerçəkləşdirə bilmədi. 6. Sahil Babayev, Maliyyə naziri. Bir neçə dəfə görüşlərində olmuşam, orta səviyyəli hüquqşünasdır, kəsib doğramaqda mahir olan yaxşı məmurdur. Əməkvarın sosial müdafiəsi naziri kimi sahəsində qismən qayda qanun yarada bilsə də ədalətli sistem qura bilmədi və yekunda Mikayıl Cabbarov kimi dost, tanış komandası qurdu. Gəlin belə edək, sizlər də təəssüratlarınızı yazın, hər birinin fəaliyyəti barədə ayrıca yazanda nəzərə alın. Ola bilər ki, bəlkə başqa şəxslər də iqtisadiyyatımıza məhsul hesab edənlər oldu. Təbii ki, var, məsələn, baş nazirin bəzi müavinləri, amma onların rolu az olduğu üçün hələlik toxunmadım, deyə hüquqşünas Əkrəm Həsənov yazır. Ümumən isə gəlin prezidentə kömək edək, onun çağrışına əsasən ictimai nəzarəti həyata keçirərək illərlə tapşırıqlarını başayaq icra edənlərin vəziyyətini üzə çıxaraq Əkrəm Həsənov yazır. Azər Məhərrəmov yazır ki, 2030-cu ildən sonra bütün sahələr düzələcək, gəlin səbr edəyin.
Rasim Orucov yazır ki, 8 aydır hörmətli Sahil müəlliminə, özünə də müavinlərindən biri məni qəbul etmir ki, Sabunçu rayon icra hakimiyyətinin başçısı büdcədən pulları necə basıb yer, onu izah edim. Bunu bildiklərinə görə də cürət edib qəbul etmirlər. Gözləyək görək, nə vaxt insafa gəlirlər. Daha sonra kimlərdən yazırlar? Fəhri Ağayev ki, bir mühüm məqamı da qeyd edim. Ölkənin bundan sonraki iqtisadi vəziyyətinin toparlanması üçün sahibkarlara dəstək çox vacibdir. Təəssüf ki, burada qeyd edilən şəxslərdən heç biri real sahibkarların dərdi haqqında yaxında məlumatlı deyirlər. Və burada biri gözəl yazıb. İsa Mustafayev yazıb ki, sahibkarlara dəstək lazım deyil, sahibkarlara mane olmamaq lazımdır. Elşən Orucov yazır ki, bunun adına birlikdə sistem deyirlər. Hamısı yaratmaz idarə etmənin korrupsiyanın nəticəsidir. Belə sistemə iqtisadiyyatın atası Adam Smithi qəbirdən çıxarıb gətirsək də eyni nəticəni alarıq. Və Acemoğlu və Robinsonun Millətlər Niyə Tənəzzül Edir kitabında ətraflı izah edir. Ölkədən beyin köçü başlayıbsa vəziyyət daha pisə doğru gedəcək. Camal Hüseynzadə bildirir. Turan Məmmədov yazır ki, Əkrəm Həsənov Maliyyə və İqtisadiyyat Birliyi olmayan şəxsin Maliyyə Naziri olması nə dərəcədə düzgündür? Ülvi Xocalı yazır ki, Əkrəm, biz səninlə bir orta məktəbdə oxumuşuq, yadındadır. Sirus Təbrizinin verişindəki sözlərim Dövlət Şurasının yaradılması haqqında nəysə bunu özümüz müzakirə edərik. Cənab Natiq Əmirov ən azından AVIS, avtomatlaşdırılmış vergi informasiya sistemi kimi böyük bir layihənin uğurlu rəhbəri olub. Bu danılmazdır. Mən bu layihənin ilk işçi qrupunun üzvü olmuşam və yaxından bunu bildiyimə görə deyirəm ki, bu layihə çox böyük yeniliklər gətirib Azərbaycanın nəinki vergi sisteminə, hətta bütün dövlət strukturlarına. Bir də elə bilərsən ki, Cənab Əmirovun mənə böyük bir köməyi dəyib. İnan səmimiyyətimə heç o bilmir ki, mən bugün işsizəm. İşsizliyimin səbəbi isə mənim öz prinsiplərimdən irəli gəlir. Məndən az bilən bir idarə rəislərini mənə əmr vermələrini özümə təhqir kimi qəbul etmişəm. Deyəsən, keçdim başqa mövzuya. Bu yazdıqlarınla qismən razılaşıram. Çox insanlarda bu xarakter var, əziz dostlar. Bax, yazıb ki, məndən az bilən bir idarə rəislərini mənə əmr vermələrini özümə təhqir kimi qəbul etmişəm. Bax, bu xarakterdə olan insanlar düzmü edirlər, işsiz qalırlar? Əziz dostlar, mən sizin suallarınıza indi cavab verə bilmədim. Bəlkə də bundan sonraki verilişdə, çünki o izləyicilər var, xüsusən də Turan adlı izləyicimiz suallar verir.